Salam, hər vaxtınız xeyir. Dünən belə bir sual yönləndirmişdim qruplara. Deməli, bu sual necə həll olunur? Gəlin bunun həllinə baxaq. Fərz edək ki, anarın 100 manat pulu var, fərz edək. Adam 100 manatın 4də 3-ünü versə, 100-ün 4də 3-ü neçə eləyir? 100-ün 4də 3-ü 75 manat eləyir, düzdür? Adam 100 manatından 75 manatını verib, qalıb neçə? 25 manat. İndi sualın şərtinə fikir verin. Deyir ki, anar qalan pulunu, yəni 25 manatı neçə faiz artırmaq lazım ki, anarın pulunu əvvəlki pulu olsun, yəni 100 manat olsun da. Mən 25-i 100 eləmək üçün nə etməliyəm? Üzərinə 75 gəlməliyəm. İndi bax, bu 75 25-in neçə faizidir? 75 bölünsün 25 vurulsun 100 faiz. Bərabərdir 300 faiz işarəsi manat yazdım səhvən. Faiz 300 faiz. Bax belə. Deməli pulu 300 faiz artırmaq lazımdır.